Qaraciyər sorucusu yastı qurdlar tipinin sorucu qurdlar sinfinin nümayəndəsidir. Qaraciyər sorucusu yarpaq şəkilli olub, kirpiksiz epiteldən təşkil olunmuşdur. Kirpiksiz epitel, həlqəvi və uzunlu əzələlər dəri əzələr hissəsini təşkil edir. Qurdun uzunluğu 3-4 sm olub, bədənində iki sormaca rast gəlinir. Ağız sormacı və qarın sormacı. Ağız sormacı qurdun bədəninin ön hissəsində yerləşib, yapışmağa və qidalanmağa xidmət edir. Qarın sormacı isə qurdun qarın hissəsində yerləşib, yalnız yapışmağa xidmət edir. Qaraciyər sorucusu əsas sahibin qaraciyərində yaşayaraq, yəni orada parazitlik edir və qaraciyər qan hüceyrələrindən qidalanmış olur. Qurdun inkişafı üçün, qurdun daha doğrusu inkişafı iki sahibin orqanizmasında tamamlanır ki, əsas sahib və aralıq sahib. Əsas sahibi məməli heyvanlar və ya insan, aralıq sahibi isə gölməçə ilbizidir. Əsas sahibin bədənində cinsi yolundan, aralıq sahibin bədənində isə qeyri-cinsi yolundan çoxalır. İndi biz qaraciyər sorusunun yoluxma mexanizmindən baxaq. Deməli, əsas sahibin bədənində parazitlik edən, yəni qaraciyərində parazitlik edən yetkin fərd yumurta qoyur və yumurtalar öd axarları vasitəsilə bağırsağa gəlir və nəcis vasitəsilə xaricə çıxarılır. Yumurtaların inkişafı üçün su mütləqdir. Əgər su olmasa, yumurtalar inkişaf edə bilməz. Və suda olan yumurtalardan kirpikli sürfələr çıxır. Kirpikli sürfələr qidalanmır və fəal şəkildə üzür. Kirpikli sürfələrin sonrakı inkişafı üçün onların ilbizin bədəninə daxil olması gərəkir. Əgər kirpikli sürfələr ilbiz tapa bilməsə, bir neçə gün içərisində məhv olurlar. Yox, əgər ilbizi tapa bildilərsə, onların bədəninə daxil olur və burada kirpiklərini atır, qidalanır və çoxalır. Kirpiklərini ataraq quyruqlu sürfəyə çevrilir və bu şəkildə də ilbizin bədənini tərk edir. Quyruqlu sürfələr suda qidalanmır, sadəcə olaraq fəal şəkildə üzür və ot bitkilərinin üzərinə düşərək sistalaşır. Sistalar əsas sahib tərəfindən qəbul edildikdə bu su vasitəsilə və yaxud da yoluxmuş göy-göyərti ilə ola bilər ki, sistalar əsas sahibin həzm sisteminə düşür və həzm sisteminə düşən sistanın örtüyü həzm fermentlərinin təsirindən əriyir və deməli cavan sorucu qana keçir, qanla qaraciyərə gəlir və burada yetkin qurda çevrilmiş olur. Qaraciyər sorucusunun törətdiyi xəstəlik fasilyoz xəstəliyi adlanmış olur. Bəzən ola bilər ki, heç bir əlamətlə özünü göstərməsin, lakin çox zaman öd yollarının iltihabına və qaraciyərin funksiyalarının pozulmasına səbəb ola bilər. Buradan bizə hansı suallar düşə bilər ən çox testlərdə? Məsələn, əsas sahibin orqanizmasında biz sorucunun hansı halına rast gələ bilərik? Təbii ki, sista halına rast gələ bilərik əsas sahibdə, çünki bu şəkildə qəbul etmişdi. Yetkin qurd halına rast gələ bilərik, çünki artıq qaraciyərdə yetkin bir fərdə çevrilmişdi və yumurta halına rast gələ bilərik ki, burada qaraciyərdə yetkin fərdə çevrilən qaraciyər sorusu yumurta qoymaqla cinsi bir şəkildə çoxalır. Deməli, 3 halına rast gəlmiş olduq əsas sahibin bədənində. Aralıq sahibin bədənində isə 2 halına rast gələ bilərik, kirpikli sürfə və quyruqlu sürfə halına rast gələ bilərik.